Bilirik ki, o bu əvəzlikləri kim nə suallarına cavab verdikdə ismi əvəz etmiş olur. Hansı sualına cavab verdikdə isə sifət əvəz etmiş olur. Belə bir sual yaranır ki, bəs nə vaxt onlardan sonra vergül qoyulur, nə vaxt isə vergül qoyulmur. Qayda belədir ki, o bu əvəzlikləri ismi əvəz edib kim nə suallarından birinə cavab verərkən özündən sonra isim, sifət, say, zərf, xitab, modal sözlər, nida gələrsə, onlardan sonra vergül qoyulur. O bu əvəzlikləri ismi əvəz edib kim nə suallarına cavab verərkən özündən sonra feilin təsriflənən formaları, təsriflənməyən formalarından məstər və feili bağlama, həmçinin köməkçi kisələrindən qoşma, bağlayıcı və ədat, həmçinin əvəzliyin özü gələrsə, onlardan sonra vergül qoyulmur və digər qaydamız da odur ki, o bu əvəzlikləri hansı sualına cavab verərsə, onlardan sonra vergül qoyulmur. İndi 14-cü suala baxırıq. Cümlələrdən birində o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. O zaman qoyulacaq ki, o əvəzliyi kim nə suallarına cavab versin və həmçinin də əvvəldə dediyim qaydalar yerinə yetirilsin və o zaman da qoyulmayacaq ki, o hansı sualına cavab vermiş olsun. Baxırıq A variantına. A variantında o kaş səni sevindirsin. Odan sonra arzu ədatı gəldiyinə görə biz bu variantı səhv götürəcəyik. B variantında o qızı yamanca danladı. Kim? O. Bu zaman özündən sonra isim gəldiyinə görə biz burada vergül qoyacağıq. Həmçinin də eyni sualda, eyni cümlədə biz oya hansı sualını da verə bilirik. O qızı yamanca danladı. Hansı qızı? O qızı. Bizim düzgün cavabımız B variantıdır. Ancaq yenə də digər variantlara baxaq. O avtobusla gedərsiniz. O avtobusla gedərsiniz. Hansı avtobusla? O avtobusla. Hansı sualına cavab verdiyi üçün burada vergül qoyulmayacaq. O məsələni həll edə bilməmişəm. O məsələni həll edə bilməmişəm. Hansı məsələni? O məsələni. Hansı sualına cavab verdiyi üçün burada vergül qoyulmayacaq. O oxuyarkən dincəlir. Nə zaman oxuyarkən? Arkan, ərkən feili bağlama şəkilçisidir və odan sonra feili bağlama gəldiyinə görə biz yenə də burada vergül işarəsi qoymayacağıq. Doğru cavabımız B variantı olacaq.